Uşaqlarda ürək xəstəlikləri nədən yaranır? Bugün bu mövzuda danışacağıq. Uşaq dünyaya gəldikdən sonra və ana bətnində biz bunu aşkarlayıb bilirik. Hamiləlik dövründə əgər uşaqda ürək qüsuru aşkarlanıbsa, buna necə müdaxilə edirsiniz? Doğulan uşaqlar ürək qüsuru olma ehtimalı yüksəkdir ki, bizim ölkədə və dünyada anadan gəlmə ürək qüsuru sayı artır. Erkən hamiləlik dediyimiz 18 yaş yuxarı, gec hamiləlik dediyimiz 35 yaş yuxarı qadınlarda anadan gəlmə ürək qüsuru sayı artmaqdadır. İxtisaslı farmakoloq da oturub bizim raporumuzu müzakirə aparır. Onlar kimisə qurbanı olmasın. Nida. Multizan D3 D vitamini ehtiyacını tam ödəyir. Xoş gördük hər birinizi dəyərli dostlar, dəyərli izləyicilər. Uşaqlarda ürək xəstəlikləri nədən yaranır? Bugün bu mövzuda danışacağıq. Bu mövzuya bilirsiniz ki, dəfələrlə biz toxunmuşuq. Çünki son illər uşaqlar arasında həm piylənmə, həm az hərəkətlilik, ümumiyyətlə qidalanma, ekologiyanın verdiyi ciddi zərərlər nəticəsində ürək xəstəliklərinin sayı artıb. Hətta böyüklərdə müşahidə olunan ürək xəstəlikləri son illər uşaqlarda da meydana gəlməyə başlayıb. Maraqlıdır ki, bu xəstəliklərə vaxtında bu xəstəliklər təşxis olunmasa, hansı problemlər, hansı ciddi xəstəliklər üzə çıxa bilər? Bugün bu mövzuda danışacağıq. Studiyamızın qonağı hər birinizin yaxından tanıdığı bizim dəyərli həkimimiz, uşaq kardioloqu Elnur Həkim İmanovdur. Xoş gördük. Xoş gününüz olsun. Necəsiz Elnur Həkim? Şükür bu günümüzdə yaxşıyıq. Yaxşı olasınız. Siz yaxşı olun. Çox sağ olun. Uşaqlarda ürək xəstəlikləri daha çox hansı yaşlarda üzə çıxır? Uşaqlarda ürək xəstəliyi ən çox hansı yaşlarda çıxır? Xalq arasında mı deyək, yoxsa elmi gözlə? Burada çox vacib şeydir. Çünki yəni elmi olaraq uşaq dünyaya gəldikdən sonra və ya ana bətnində biz bunu aşkarlayıb bilirik. Ancaq təəssüf ki, bizim pasiyentlərimiz körpələr olduqları üçün valideynlər xəstəni nədənsə ağırlaşdığı zaman xəstəyə gətirirlər. Ona görə soruşdum, yəni bu xalq dilindən mi deyək, yoxsa elmi dilində? Xalq dilində xəstə nə vaxt ağırlaşarsa, nə vaxt şikayətləri ciddi dərəcə biruzə verər isə həkimə gedərlər. Həkim o zaman nə vaxt tövsiyə edərsə və valideyn nə vaxt özünə uyğun vaxt taparsa, o zaman uşağı həkimə müraciət edər, o belə. Ancaq yəni dünyanın protokollarına görə artıq ana bətində uşaqlar ürək müayinəsi aparılır. Riskli hamilə qrup patologiyaları var. O qadınlar ki, ürək qüsuru uşaqlarda dünyaya gələn uşaqlarda ürək qüsuru olma ehtimalı var. Onları biz müayinə edirik, dəyərləndiririk, baxırıq və o hamilə varsa artıq ürək qüsurlu öz işini davam elətdirir. Düzgün yerlərdə, düzgün müalicələrdə və uşaq dünyaya gəldikdən sonra problemlə biz dərhal o işinin qabağını kəsmiş oluruq. Bu bir. İkincisi, ancaq dediyim kimi, yəni təəssüflər olsun, biruzə verməyi valideyn nə vaxt uyğun görərsə ağırlaşmış uşağı o zaman həkimə gətirir. Biz o zaman da ağırlaşmış xəstə ilə bizzat qarşı-qarşıya qalıb onun şikayətlərinə dərman tapmağa, qayrət göstərməyə çalışırıq. Hamiləlik dövründə əgər uşaqda ürək qüsuru aşkarlanıbsa, buna necə müdaxilə edirsiniz? Necə müdaxilə edirik? Dünyada ana bətnində artıq bir neçə ürək qüsuruna müdaxilə olunur o dünyada, Amerikada özəlliklə. Bizim məqsədimiz o qüsuru vaxtında aşkarlayıb, onu dəyərləndirib, qabağını almaqdır. Yəni, və ya artıq qüsur varsa doğulacağı yeri tənzimləyib, 3-cü səviyyəli bir doğum mərkəzində uşağı dünyaya gətirmək və orada gərəkən ona tibbi xidmət göstərilməsi, bu bir. Ona görə də dediyim kimi riskli hamilə patologiyalar var. 15 dənə klassifikasiya var ki, onlardan doğulan uşaqlar ürək qüsuru olma ehtimalı yüksəkdir. Biz onları müayinə edirik, aşkarlayırıq, baxırıq, dəyərləndiririk. Varmı, yoxmu? Varsa bu hamiləlik davam ediləcəkmi, yoxsa sonlandırılacaqmı deyə qərar veririk. Ancaq artıq dünyada sonlandırılacaq bir hamilə demək yoxdur. Hamısının yəni vaxt cərrahisi, müdaxiləsi, invaziv və cərrahisi var, aparılır və xəstə artıq, yəni həkim də bilir onu nə gözləyir, xəstə də bilir harada nə doğulacaq, artıq hər şey zincirvari olaraq davam etməkdədir. Hamiləlik dövründə siz ona dərman müalicəsi təyin edirsiniz yoxsa? Baxır nə problem var, yəni aritmiya varsa uşaqda, yəni anada və uşaqda da varsa biz gərəkən dəstəyi sağlamağa çalışaq medikamentoz. Ancaq yox, cərrahi qusurdursa, toparlama ehtiyac varsa, o zaman da gərəkən neysə dünyaya gəldikdən sonra həyata keçirilir. Bəs dünyaya gəldikdən sonra uşaq hansı erkən mərhələdə ürək qüsuru aşkarlana bilər? Yəni siz doğar-doğmaz.
Aha, mütləq yoxlanmalı. Zaten dünyanın protokolu var, Cənab Prezidentin sərəncamı var, skrining protokolu, tarama protokolu. Bütün yeni doğan uşaqlar dövlət xəstəxanası və özəldə ürək müayinəsinə aparılmalıdır və aparılır da ki, onlar da bilinsin, ürək qusuru var yoxsa yox. Çünki təəssüf ki, bizim ölkədə və dünyada anadan gəlmə ürək qusuru sayı artıb. 1000-8-ə gəlib çıxıb. 6.25-dən 1000-8-ə dediyim kimi artıb. Ona görə də bütün yeni doğan uşaqlar ürək müayinə olunur ki, Allah qorusun bir şey varsa vaxtında qabağı kəsilmiş olsun. Sizcə Elnur bəy, niyə ürək xəstəliklərinin sayı artıb? Niyə? Çox yaşam tarzı, qidalanma, mentalitə kimisindən çox faktorlar var. 15 dənə faktor var ki, anadan gəlmə ürək qusurunun artışına səbəb olur. Məsələn, bir gün bir pasiyent yanımıza gəldi. 12 ildən sonraki hamiləlik 39 yaşında bir qadın. Yəni, onun ana bətn uşağı ürəyi müayinə elədik, qusur ortaya çıxdı. Nəzarətə aldıq. Yəni, qidalanmadır, stres faktorudur, yaşam tarzıdır. Düzgün iş həyatı olmamağı, gərginlik, ən böyük faktor stres və Allahdan qorxum evli qabağın kəsildi. Yenə də bəzi şeylərin səbəbi hələ də davam etməkdədir. Covid ekləndi. Çox 15 faktor var. Yəni hələ də bizim mentalitədə erkən hamiləliklər, yəni o sosial şəbəkələrdə baxırıq, xəbərlərdə də görürük. Erkən hamiləliklər davam etməkdədir. Gec hamiləliklər. 2 həftə bundan qabaq mən əzamiyyətdə idim Gəncədə. Görənboydan bir də pasiyent gətirdilər. 54 yaşında bir qadın. Hamilə qalmış, süni mayalamanı 19 dəfə hamilə qalıb, tutmayıb, yəni düşüklər olub və s. Yəni hər medikal və s. uşaqlar inkişafdan geri qalıb. İlk uşağı idi. Bəli, 54 yaşında ilk uşağı idi. Süni mayalanma qalıb, yəni və təəssüf ki, o inkişaf edən uşağın ürəyində də problem var idi. Yəni ona görə çox faktorlar var. Ən başda yaşam tarzı, qidalanma, stres və digərlər önəmli olan faktorlar bərabər olmaqla. Ananın yaşı əslində burada mənim diqqətimi çəkdi. Biri 39 yaşında bir xanım dediniz, bir də 54 yaşında bir xanım. Deməli, gec yaşda ailə quran, gec yaşda ana olan qadınlar. Demək, standart protokol var da. İdeal dönəm 24-26 yaş qadının doğurganlıq dönəmidir. Gold standart. Erkən hamiləlik dediyimiz 18 yaş yuxarı, gec hamiləlik dediyimiz 35 yaş yuxarı qadınlarda anadan gəlmə ürək qusuru sayı artmaqdadır. Yəni, və ya 18 yaşında ailə qurub tez-tez doğum gerçəkləşdirirsə, yəni və ya tez-tez düşüklər, abortlar varsa, onlar da oluşmasına zemin hazırlayır. Və ya doğuş arası illərin müddətində çox olmağı da ürək qusurunu gətirib çıxırmaqdadır, yəni təəssüflər olsun. İstəyərdim ki, uşaqlarda ürək qusurunun əlamətlərindən danışın. Siz bayaq qeyd elədiniz ki, bəzən valideynlər bunu görmürlər, bəzən məsuliyyətsizlikdən uşaqları aparmırlar həkimə. Ümumiyyətlə, bu hansı əlamətlərdir ki, valideynlər buna diqqət etməlidir? Birinci, gəlin yaşına görə başlayaq. Uşaq dünyaya gəldi, təxminən 2 kilo yarım, 3 kilo yarım arasında bir körpə uşaq olur. Neonatolog müayinələrdə, bu arada neonatologlardan burada bir dəstəyim də var ki, onlar 25% yeni olmuş uşaqlar ürək qusuru varsa bile aşkar etməmə, yəni haqları da var. Çünki bəzi qusurlar zamanla biruzə verir. Bədən tam olgunlaşana qədər sonra. Ancaq deyəlim, yeni doğan dönəmində uşaq evə gəldi, xəstəxanadan çıxdı, bir problem yoxdursa, təngi nəfəs, töyüşmə, halsızlıq kimi şikayətlər varsa qidalanarkən, ana üstü ilə və ya smes qidalanarkən bu ürək qusuru ola bilər və təbii ki, pediatra müraciət eləməlidir. Pediatr da onu baxacaq, dəyərləndirəcək ki, eşidirsə, onu dərhal uşaq kardioloqa yönləndiriləcək. Bu yeni doğan dönəmində öncəliklə önəmli çəki almaması və çəkini itirməsi. Uşaq biraz böyüdü, əməklənmə dönəmində təngi nəfəs, dodaq kənarı göyərmə, halsizlik, qarın boşluqla nəfəs alma kimi şikayətlər də ürək qusuru gətirib çıxara bilər. Bu əməklənmə dönəmi, yəni yavaş-yavaş yürüməyə başlayarkən digər yaşıtlarla nisbi görürsünüz ki, geri qalırsa uşaq, fiziki aktivitetdə, yorğunluq və s. əlamətlər də varsa, bu da ürək qusurunun bir parçası olma ehtimalı var. Bu iki. Ondan sonra yaş artdıqca, yəni göyərlik mi varsa, zaten göy rəngli ürək qusurunun bir əlamətidir o ayrı müzakirədə. Bizim ən çox gözdən qaçırdığımız növ çəhrayı növ ürək qusurlardır. Onlar da dediyim kimi bu tür faktorlarla fiziki yorğunluq, halsizlik şikayətlər də olduğu zaman bu tür biruzələr verməkdədir, yəni uşaqlarda.
Elnur həkim, son illər fikir vermisinizmi? Uşaqlar arasında elə bir cırlaşma gedir. Həm boy olaraq uşaqların boyu çıxmır, həm çəki olaraq baxırsan ki, uşaq Genofon dəyişikliyi yaşanır. Bəli, yəni uşaqlar elə bir cırlaşırlar. Ümumiyyətlə bu ürək probleminin bir əlaməti ola bilərmi bu da? Ürək problemi yox, son zamanlar genofon mutasiyalarında dəyişikliyə təəssüf ki, rastlaşırıq. Bəli, mən də sizinlə razıyam. O hündür boylu, iri kürəkli, yəni kişilərdən heç bir şey qalmayıb. Hamısı balaca, cılız. Xanımlar da elə, yəni qidalanma, yemə, yaşam tarzı, özünə baxan faktorlar, kimikaların çox istifadə eləməsi, siqaret alkolünün çox tüketilməsi, özellikle son zamanlarda dəb olub elektron siqaret. Şəhərə çıxırsan, hər uşağın əlində artıq o elektron siqaretləri görürsən. Təbii ki, onlardan dünyaya gələcək. Onlar genetik mutasiyada damcı göl məsələsi ilə bireysel yox, yavaş-yavaş bir fəsad verir və bunlar da onlardan bir parçasıdır. Bunlar olmaları. Ona görə də təəssüflər olsun. Yəni, sadəcə bizim ölkədə deyil, dünya hər tərəfində artıq ki, 30 il qabaq gördüyün quruluş indi görə bilmirsən. Yəni, hər yerdə elə deyir, biz də onlardan bir parçası olmaq şərti ilə. Dəniz quruyur, iqlim dəyişir, kislorod azalır, yaşıllıq azalır, hər yaşıllıqlar kəsirlər, hər yerdə binalar və s. İnsanın yaşam tərzi dəyişir. Dağlarda, bağlarda, uzaqlarda qalan insanlarda, onlar qalıb. Sağlam olur. Ancaq yəni, genelliklə bir dəyişmə yolunda tendensiya gedilməkdədir. Təəssüf olsun. Maraqlıdır, bəs ümumiyyətlə bu genofonumuzun dəyişməyidir, qidalanmamızdır. Bunlar nə formada bizə təsir edir? Gələcək nəsil deyərdim ki, nələr gözləyir? Yaxşı şey gözləmir. Hər kəs əlində bir telefon, otaqdan otağa telefon üzərindən xəbərləşirlərsə insanlar, yəni mehribançılığı yox, ünsiyyət yox, hər kəs əlində telefon, evdə 5 nəfər varsa 5-nin əlində telefon var. Bir lətifə var, yəni evə nəvələr gəlir, nənə bütün telefonları alırdı, nənə axırda nəvələrin uşaqların üzünü görür və nəvələr bir-birinin arasında sən necə dəyişmirsən. Çünki girər-girməz hər kəs başını aşağı salır, əlində telefonla həyatını sürdürür. Bugün dünən bir yerdə idim, otaqdan otağa telefon üzərindən söhbət edirlər. Falan şey gətirir, yəni yaxşı gətirir. Yəni ünsiyyət dəyişir, o telefonlar da, smartfonlar da yaxşı bir şey deyil, şuadır və s. Yəni də təəssüflər olsun ki, yəni səmimi desəm, çox şey yaxşı gözləmir. Yəni, hər konuda insanlar zihinsel olaraq, psixoloji olaraq ayrıla bilmirlər, bağımlılıq yaranır. Bu, telefon həyatı, smartfon həyatı artıq bir narkotikdən daha betər bağımlılıq olub. Hər şey ora indekslənib. Yaşam tarzı. Mən özümü fikirləşirəm ki, 30 il bundan qabaq xaricdə olanda, oxuyanda, çalışanda heç telefon yox idi. İnsanlar daha mehriban idi, daha gözəl idi. İndi nədir? İndi həyat onu gətirib çıxarıb, hər şey smartfonlaşıb. 2 həftə qabaq bir ustanın yanına getmişdim. Deyirəm, mən hər şey həyatım telefonda, doktor da sizdə deyir, bizdə də elədir. Hər şey bu telefon üzərindədir. Müştərilər, iş bağlaması, müqavilələr, yəni onlayn notariuslardan və s. olan alış-verişlərdə müqavilələr və yəni notarius devlətin işləri belə hər şey telefonda olduğu üçün bu artıq bir ayrılmaz parçası olub və deyərəm ki, nə qədər iş adamı da olsa, istərsin arada bir yəni digər əyləncə proqramlara girir, ora baxır, bura baxır, baş qarışıqlığı yaşanır, fikir dağılığını yaşanır, gördüyünü düşünür, əslində heç bir əlaqəsi olmayan bir şeylərdir. Avtoqəzalar sayəsi də ona görə də artıb. Yəni hər kəsin gözü telefonda olduğu üçün, yəni beyin rahat deyil qısacası. Və beyin rahat olmadıkça insan ürəyi də rahat olmayacaq. Çünki bütün impulslar beyindən gəlir. Bu mənim bir neyropatoloq dostumun sözüdür. Ona görə deyir, sizin işiniz bundan sonra artır. Bizə zarafatça deyir. Niyə görə deyirsən? Deyir, yəni yeni nəsil hamısı beyinsel bir problemləri var, nevroloji problemi var və s. Və təbii ki, ürəyin yansıyacaq. Və yansımaqda da gerçəkdən onu görürəm. Yəni gənc 15-16 yaşında uşaqlar gəlirlər yanıma, bayılma, gərginlik, təngi nəfəslik. Sorğu-sual edirəm, əlinin telefondan hiçbir şey, tualetdə belə telefona gedir. Yəni ondan nə gözləyirsən artıq? Normal qidalanma var, normal ünsiyyət. Heç bir şey. Deyirəm, bir evdə yaşırlar, otaqdan otağa telefonla danışırlar. Və o şuadır axı, Wi-Fi şuası, yəni hücrəsənin şuası, yəni o çox önəmlidir. Dağlarda, bayada yaşayan insanlara mən baxanda hələ də nə qədər saf olduğunu, nə qədər həyatdan uzaq olduğunu görürəm və çox xoşbəxt hiss edirəm. Müasir texnologiyanın bəs tibb sahəsində, xüsusən də kardiologiya sahəsində verdiyi üstünlüklərdən istərdim danışardıq. Üstünlük, yəni
ki artıq biz ana bətnində başlayırıq işimizə, hamilənin 16-cı həftəsində. Yəni nə varsa ortaya çıxır, şəffaf, ağsa ağ, qaradirsə qara, nə lazımdır olunur. Yəni bilinir, dünyaya gəldikdən sonra dərhal pasiyentə problem varsa sahiblenilir, gərəkən təbii xidmət göstərilir, cərrahi, invaziya, hər nə isə. Yəni üstünlüyü odur, yəni ancaq təbii ki, ziyanı da çoxdur. Məsələn. Yəni biz məsələn yoruluruq, bütün günü kompüter arxasında, echo cihazının arxasında, əməliyyatlarda və s. Bizdə o dalğanın altında bizi də aparır. Dalğa gəlincə qumdakı dəniz altı qumu necə aparırsa, o yeniliklər və s. o prosedurlar, yəni bizə də istər-istəməz mənfi təsirat da göstərir. Əvvəllər açıq ürək əməliyyatları daha çox idi. Son illər əlbəttə ki, invaziv kardiologiya sahəsindəki yeniliklər bu istiqamətdə daha çox əməliyyatların aparılmasına şərait yaradır. Amma nədənsə bu gün həkimlər, bəzi həkimlər deyərdim, yenə də açıq ürək əməliyyatlarına üstünlük verirlər. Bu nə ilə bağlıdır? Birinci həkimlər yox, pasiyentlər və özünə hörmət edən, aqidəsi düzgün olan, təhsili düzgün olan, məktəbi təhsil aldığı yerdə özünə hörmət edən insan heç vaxt düz yoldan saçmaz. Yəni onun yolu düzdür, çünki məktəb görüb, təhsil görüb, aqidəsi düzdür. Qapıla gedən insanı, hər hansı bir ixtisasda, yəni öz kisəsi qapıla paraskopi olunursa, aqidəsi düzgün olan insan gedib onu boş-boşa 8-9 santim kəsi eləyib yarmaz. Riskləri çox olur da açıq əməliyyatlarında. Hər şeyin riski var Xayrə xanım. Yəni burada belə oturmaq da risklidir. Başımıza bəlkə də alçıpa da düşə bilər. Yəni misal verirəm də. Ancaq işi professionallığa düzgün alınca, işi dəftər kitaba düzgün apardıqca o risklər minimuma indirilir. Yəni ona görə də təkrar edən burada önəmli olan xəstənin düzgün maarifləndirilməsi. Azərbaycanda mentalite var ki, onu mən hər kəs deyirəm və yenə deyəcəm, inciyən incisin, incimən özür bilər. Xəstə bir həkim gedəndən sonra başlayır 3 dəfə ən azından ixtisası uyğun olmayan başqa həkimlərin yanına getməyə. Biz artıq 3-4 nəfər Bakıda uşaq kardiologu, biz məyyəmdə çıxan pasiyent, bilirəm ki, sabah kimin yanında olacaq, birisi gün kimin yanında olacaq, o birisi gün kimin yanında olacaq. Və mən həmkarlarım yanına gedən də nə vaxt o pasiyentin sıra mənim gələcəyini biz azdan çox da bilirik. Yəni bunlar qapı-qapı gəzirlər. Ən azından uşaq kardiologi arasında dolaşsa itki o qədər olmaz. Ancaq mütəxəssis olmayan bir insanın yanına da getsə, bu da bağışlayıcı ifadəmi ağzından gələnlər də azımsa desə, məsələn biz deyirik ki, falan şey olmalıdır. Qapalı və ya açıq və s. Gedir, bu bir reallıqdır. Yəni mən həmsə argument və faktla danışıram, heç vaxt özümdən bir şeylə uydurmuram. Gedir rayona, biz görürük ki, daha çox rayon cəmaatından rastlaşırıq. Rayondakı mütəmadi gündə görüşdü, salam melek elədi, bir həkim yoldaşı baxır. Heç ixtisası yaxının olmayan bir adam, farmakoloq kimi bu yaxınlarda bir şey rastlaşdım. İxtisası farmakoloq da oturub bizim raporumuza müzakirə aparır. Yox, get filan kəs də qoy baxsın, filan kəs bildirsin öz fikrini. Xəstəni uşaq kardioloğunu götürüb böyük kardioloğu yönləndirir. Yəni şovmen birisinin yanına adını verməyəcəm, yönləndirir. O da baxsın, onun desin, bu adam rayonda bütün gün o Həsənli Məmmədi Hüseyni görür. Salam əleykum eləyir. O da ona deyir ki, rayonda bu səhiyyənin ağsaqqalı mı deyəm, yəni söz sahibi mi, neysə, o adamın fikrini alır. Gedir onun yanına, aptekrdə bu arada. Çünki olan hadisəni danışıram. Aptekr gedir, qardaş, mən filan kəsin yanına getdim, mən filan şey dedi. O da deyir, bilirsin, o gedir filan kəsin yanına, o da fikrini bildirsin. Demək olar, xəstə biz burada saatlarca işləyirik, başa salırıq, düzəni edirik. Videosu, maketi və neysə, xəstənin tam təfərrüatı burada eğitib yola salırıq. Yolda oturub düşünə-düşünə o fikrini gedir rayona. Təbii rayona çatandan sonra yanında bir sürü səhiyyənin yaxın olmayan insanlar yanına yığılır. Qonaq-qərəbəsi, çevrəsi, dostları, tanışı. Hərəsi bir ağıl verir, pul verməkdənsə, kesinlikle pul verməzlər, ancaq yüzlərcə ağıl verirlər. Gedik o filan kəs də fikrini bildirsin, rayonun o səhiyyənin ağsaqqalı mı deyim, ağbirçəyi mi deyim, kimsə o yanına gedir. O da xəstəni hansısa faktorlara görə xəstəni düzgün yoldan çıxardır. Gel filan kəs də baxsın, məşhur filan ixtisasda həkimdir. Ancaq o sahədən uzaqdır. Təbii ki, bu adam oraya yanına gedəndən sonra sən qurduğun zincir tamamilə qopur. Xəstə səhərsin sənin qabılı təzdən gəlməsi gərəkir ikən, illər sonra başı daşı dəyəndən sonra gəlir. Ancaq sən desin, bağışlayın, artıq məndə burada bir şey yoxdur. Xəstədə olan o körpə olur. Ağırlaşır. Çünki xəstə qapı-qapı gəzir, hərəsə bir söz deyir, artıq çıxılmaz vəziyyətdir.
Mesela ben Türkiye'de yaşayanda bir hekim yoldaşım, psikiyatr bir şey demişti ki 3 tane söz ayrı deyilirse artık o beyinsel zincir kırıklığı var. Təzədən toplamaq qeyri-mümkündür. Ona göre bu tür faktörler var ancak akidesi, düşüncesi, inancı, yani Allah korkusu olan bir insanın yanına gelse inanmıram ki düzgün yoldan sapar. Boş-boşa uşağın ürəyin yarmağa ne gereği var ki qapalı yolda əməliyyat olunursa. Və onun da hərəsinin ziyanı var, hərəsinin faydası da var. Ama yine de elm varsa, məktəb kitabı varsa, dəftər kitabı uyumaq məcburiyyətindəyik. Yani anayasa, konstitusiya hər kəs sevməyə bilir. Ancaq konstitusiya standartdırsa, sən onu katlamaq məcburiyyətindəsən. Mən bir hekim adını tanıyıram, adını verməyəcəm. Azərbaycan gənc kartdan birisidir. Mən invaziv kardiologiya ümumiyyətlə qəbul etmirəm. Ulan sən kimsən ki qəbul etmirsən? Sən özün kimsən ki qəbul etmirsən? Dünya protokolu var, dünya təsiri var, dünya məktəbi var. Sən qəbul etməyə bilərsən, sən özü belə səni kimsə qəbul edirmi? Elə o sualı ver. Mən həmişə bir şey eləyəndə aynen qabağa durub analiz edirəm ki, mən səhv elədim, harda elədim, öz-özümü analiz edirəm. Ama bu insanlar öz-özünü analiz eləmirlər, yəni yekə-yekə danışıb, qəbul edir. Dünya varsa, yəni sən artıq elektromobilləri inkar edə bilməzsən. Bu var. Ama bunu qəbul etmirəm. Sən qəbul etməsən, o zaman yine 11 nömrənin həyatını sürdürməni devam et. Sən smartfonu qəbul etmə. Çünki sən qəbul etmə. Dünya bunun üstündən qurulursa, yəni orada sən şəxsi işlənirsən, o zaman 11 nömrə həyatdan devam, yəni o başdan bu başa. Yəni, bu qədər, yəni qısa və öz. Əslində müasir texnologiyanın, müasir dövrün tibb sahəsinə gətirdiyi yeniliklər həqiqətən çox insanın həyatını xilas edib. Eyni zamanda dediyiniz kimi açıq ürək əməliyyatları əvəzinə invaziv yolla balaca körpələrin əməliyyat olunması həqiqətən də onların gələcəkdə həm inkişafına, ümumiyyətlə sağlam qalmasına çox deyərdim ki, müsbət təsir göstərir. Kesinlikle razıyam sana. Çünki balaca can da olar, yəni kiçik bədəndə böyük bir yaralı. Bizim işimiz çətinləşirdi. Yəni invaziv kardiologiyada mən belə bir misal vereyim. Maşın gedə-gedə motoru təmir eləmək. Açıq xirurgiya isə, açıq cərrahi isə maşını qaldırırlar, kranşteyni asırlar duvara. Motor sönüb çoxdandır, soyuyub da usta girir kranşteynin altından, qaldırmış maşın avtomobilin altından motorunu təmir edir. Biz isə 140-150 km sürətlə gedən maşının motorunu təmir edirsən və pəncərədən girmək şərti ilə. Kapotu qaldırmırsan, pəncərədən girirsən, içəridə salonun içindən girirsən, ürəyini təmir edirsən. Mikroskopi gözlə xırda. Yox, fikirlə bir də işləyən ürəkdə. Yəni sən 140 sürətlə gedən avtomobilin pəncərədən gir, oradan aç, içəridən gir, kapotu açmırsan. Pəncərədən girirsən və oradan da lazımlı problemi aradan qaldırırsan ki, yoluna devam eləsin. Sürətli yoldan devam eləsin. Açıq isə gedir avtoservisə, avtoservisdə soyulur motor, kranşteynlə qaldırılır. Yəni usta ya yuxarıdan ya aşağıdan nazına muska qulasa çay, kofe içə, ya da zarafatlaşa maşını təmir edir və saatlarca sürür. Sonra deyir ki, gel boyasını dəyişdir. O qədər sadə. Yəni izah eləmək nə qədər, bundan artıq gözəl bir açıqlama yoxdur. Düzdür. İzləyicilərimiz də yəqin ki, Elnur həkimin fikrinə qatılarlar. Mən burada çox bilimsel danışmıram. Mən burada sözü kəsdim. Burada insanların anlayacaq dillə izah etmeye çalışıram ki, yani kitabı diline geçse heç kim başa düşmez. Yani vacib olan o insanlara, o körpələri xilas eləmək. Hədəfim valideynlərə deyil. Hədəfim o körpələr ki, onlar kimisə qurbanı olmasın. Nida. Bu qədər sadə ifadə. Təşəkkür edirəm Elnur həkim. İzləyicilərimizə də bildirmək istəyirəm ki, biz Elnur həkimlə vaxtaşırı müsahibələr edirik kanalımızda. Həm Bir Bax kanalında, həm də dost kanalımız olan Demə kanalında müsahibələrimiz yayımlanır. Məqsədimiz odur ki, insanları maarifləndirək və əgər problem varsa, bu problemləri aradan qaldıraq. Təşəkkür edirəm Elnur həkim. İnşallah yenidən növbəti bir mövzuda izləyicilərimizin qarşısında olarıq. Özünüzə yaxşı baxın siz də o vaxta kimi. Görüşərik. Sağ olun. Çox sağ olun.